Hörmətli Masalı xəbərləri izləyiciləri, müsahibim Rusiya Federasiyasının Xabarovsk vilayətində yaşayan Əhəd Əhədovdur. Əhəd Əhədov Masalı rayonu Güllütəpə kəndindəndir. Əhəd müəllim, xahiş edirəm özünüz haqqında, nə işlərlə məşğulsuz orada, nə işlər görürsünüz və bu kitablar haqqında bizə məlumat verərsiniz, çox xahiş edirəm. Rauf müəllim, təşəkkür edirəm. Mənə təqdim etdiyinizə görə. Mən Əhədov Əhəd. Uzun müddətdir Xabarovsk şəhərində yaşayıram. Təqribən bugünkü günlərdə artıq 43 ilə yaxın olacaq. Rauf müəllim, biz Rusiyada yaşayan çox sayılı Azərbaycan xalqının nümayəndələrlə birlikdə təqribən Rusiyada hal-hazırda 3 milyon yaxın Azərbaycanlı yaşayır. Bir balaca təəssüf hissinin deyə bilərəm ki, təqribən 0,1% Rusiyada yaşayan Azərbaycanlıların 0,1 hissəsi ictimai işlə məşğul olur. Bu görüşümüzün əsas məqsədi ondan ibarətdir ki, Rauf müəllim, dünyanın hansı bir ölkəsində olmasından asılı olmayaraq, o cümlədən Azərbaycanda yaşayan Azərbaycanlarla birlikdə biz də hamı kimi işləyirik, öz ailəmizi, uşağımızı saxlayırıq. Paralel olaraq bizim fərqimiz ondan ibarətdir ki, paralel olaraq ictimai işlə məşğul oluruq. Və bugün bir neçə mən kitab gətirmişəm özümlə bərabər. Bu hal-hazırda 4 dənə kitabdır. Bu kitabın müəllifləri ilə bir-bir hamısını mən razılaşdırılmışam ki, bəs belə bir ola bilsin ki, bizim şəhid ailələri ilə görüşlərimiz olacaq və şübhəsiz ki, sizin kimi fədakar insanların haqqında mən istərdim ki, deyəm, Respublikamızda yaşayan Azərbaycanlılara, ictimai işlə məşğul olan Azərbaycanlılara. Birinci kitabı götürdüm mən, Şəhər kitabıdır. Bu kitab bizim çox dəyərli ictimai təşkilat rəhbəri, ictimaiyyətçi, Leningrad şəhərinin rayonlarından birində deputat sayılan Sabir müəllim Mənsimovun rəhbərliyi altında bu kitab 2000 səhv etmirəmsə 19-cu ildə deməli dərc olunub. Bu kitab Azərbaycanda deməli çap olunmalı idi. Müəyyən səbəblərə görə çap olunmadı. Sabir müəllimin kömək nəticəsində bu kitab çap olundu və bütün Rusiyanın regionlarına. Biz şəxsən Xabarovsk şəhərinə 50 dənə kitabdan almışam. Kitab rus dilindədir. Kitab rus dilində yazılmışdır. Ona görə ki, kitabın əsas məqsədi ondan ibarətdir ki, Rauf müəllim, siz bilirsiniz ki, ermənilər xaricdə Azərbaycan xalqına qarşı, Azərbaycana qarşı böyük təxribatı işlər görürlər. Bu kitabda Bakının həqiqətən qədim Bakı və Azərbaycanlara məxsus olması və o cümlədən bu kitabda çoxlu Azərbaycan tarixi abidələrindən burada söhbət gedir və hətta burada ermənilərin Azərbaycana qarşı ta ki 1905-17, 1914-18-ci illərdə, 1920-ci illərdə ermənilərin kütləvi şəkildə Azərbaycanla törətdiyi qırğınlar haqqında bu kitabdan söhbət gedir. Əlbəttə, bu kitabları təqdim etməklə birlikdə mən öz təşəkkürümü hissəyirəm, bildirəm bizim icra hakiminin nümayəndəsi Əlövsət müəllim Muradova ki, və mən bu kitabları bizim yadçıların, bizim Rusiyada yaşayan Azərbaycan ictimaiyyətçilərinin adından təqdim edəcəm Əlövsət müəllim və Əlövsət müəllim də. Və əsas məqsəd də ondan ibarətdir ki, biz həqiqətən orada yaşaya-yaşaya biz bütün məişəti işlərimizi həll edərək, paralel olaraq ictimai işlərlə məşğul oluruq. Gördüyünüz ictimai işin nəticələrindən biri də budur. İkinci kitabımız Böyük Vətən müharibəsində Azərbaycanlıların tövsiyəsi. Deməli, özünüz bilirsiniz ki, misal üçün, bəzi müəyyən təbəqələrdə deyirlər ki, təkcə Böyük Vətən 1941-45-ci illərdə müharibə dövründə
qələbə təkcə Rus xalqının qələbəsidir. Biz sizinlə bilirik ki, Azərbaycan xalqının da böyük tövsiyəsi olub. 700 mindən artıq Azərbaycanlılar bu müharibəyə gedib. 300 mindən artıq Azərbaycanlılar bu müharibədən geri qayıtmır. Və Azərbaycan Böyük Vətən müharibəsində 41-45-ci ildə çox böyük fədakar Azərbaycan SSR-i dəki xalq Böyük Vətən qəhrəmanları, Sovet İttifaqı. Sovet İttifaqı qəhrəmanları adlar burada çəkilir və mən istəməzdim ki, orada o insanların bizim Sovet İttifaqı qəhrəmanları adlarını çəkim. Bu kitabda hansı vətən qəhrəmanları olub, hansı misal üçün bölgələrdə 1941-45-ci illərdə vuruşublar və Bakı şəhərinin həqiqətən bu gün qəhrəman şəhəri adı verilməsinə layiq bir şəhərlərdən biridir. Ona görə ki, müharibə dövründə 41-45-ci ildə sərf olunan bütün yanacaqların 80%-ni Azərbaycan nefti hesabına olunur. Bu kitabda belə, kitabın müəllifi Qasım müəllim Kərimovdur. Mən qürur sinirəm, bu şəxsən, bu adamlarla, bu insanla şəxsən mənim tanışlığım var. Qasım müəllim Kərimov, mən deyərdim ki, elə bir şəxsiyyətdir, elə bir insandır bu. Həm ictimaiyyətçidir, həm də ki, Kursk şəhərində universitetdə dərs istəyir. Həm də ki, iki istiqamətdə həm sənaye və mülki tikinti inşaatçıdır, həm də ki, ictimaiyyətçidir bu adamdan. İki istiqamətdə bizi səmkarı olur. Üçüncü kitabımız. İstərdim ki, üçüncü kitaba, bu kitab haqqında Böyük Vətən müharibəsi ərəfəsində Azərbaycan xalqının rolu. Deməli, təqribən bu kitab əvvəlki kitabı təkrar edir. Burada isə lakanik şəkildə, burada sırf imin ancaq Azərbaycanlıların adı burada çəkir. Hansı ki, Böyük Vətən müharibəsində səhv etmədəmsə 123 dənə Sovet İttifaqı qəhrəmanları olub. Amma bu kitabda isə təkcə Azərbaycan xalqının, Azərbaycanlıların, orada bilirsiniz ki, misal üçün qeyri-Azərbaycan xalqının nümayəndələri də vardı. Burada isə əsas sırf Azərbaycanlılar adı çəkilir və o kitabda olan elə bil ki, məlumatların lakanik şəkildə burada təqribi adı çəkilir. Və ən nəhayət dördüncü kitabdır. Dördüncü kitabın müəllifi Fuad müəllim Hüseynzadədir. Fuad müəllim Hüseynzadə ilə bir neçə gün bundan qabaq görüşdük və öz təklifimi verdim ki, Fuad müəllim, istərdim ki, sizin adınızdan bir balaca ki, Azərbaycanda yaşayan Azərbaycanlılar da bilsinlər ki, biz Azərbaycanlılar həqiqətən Azərbaycan xalqının həm başqa millətlərə, çünki bilirsiniz ki, Rusiya çox millətli bir millət, dövlətdir və orada rus dilli deməli dövlətdir. Onların başa düşdüyü dildə Azərbaycan xalqının fədakarlığı haqqında və hətta bizə, misal üçün, Azərbaycanın müxtəlif rayonlarından olan deməli vətən müharibəsinin iştirakçıları və o cümlədən bizim Masallı rayonunun Şərəfə kəndindən, Kolatan kəndindən, çoxlu başqa kəndlərində olan müharibədə iştirak edən bizim müharibə iştirakçılarının adını iştirak edir və o cümlədən bu kitabın ərsə gəlməsində bizim Rusiyada yaşayan Azərbaycanlıların hansının səyi olub və bu kitab bu günləri ərsə gəlib çıxıb. Ədmən, çox sağ olun. Əslində Rusiyada yaşayan soydaşlarımızın öz doğulduğu torpağa, Azərbaycan dövlətinə, dövlətçiliyinə hər zaman dəstəyi nümayiş olunur. Bizim Rusiyada yaşayan çoxlu xeyriyyətçilərimiz vardır. Hər biri öz kəndi üçün, öz rayonu üçün, öz ölkəsi üçün əlinə gələn əsirgəmir. Biz bunu istər 44 gün vətən müharibəsi zamanı, istər sonraki dövrlərdə hər zaman hiss etmişik. Mən baxıram kitablarda sizin də rəyləriniz var, burada sizin əməyiniz var. Mən həm kitabın müəlliflərinə, həm sizə dərin təşəkkürümü bildirirəm. Əslində böyük bir qəhrəmanlıqdır ki, Azərbaycan həqiqətlərini rus dilində dərc edib, rus ictimaiyyətinə çatdırmaq bu böyük qəhrəmanlıqdır, bu sizin əməyinizdir. Buna ehtiyac var. Yəni mənfur ermənilər hər zaman anti-təbliğatlar, bizim abidələrimizi, musiqilərimizi özgürləşmək istəyirlər, amma siz bunları təqdim edirsiniz ki, bunlar bizimdir. Mən sizə minnətdaram. İnşallah bizim növbəti görüşlərimiz olacaq. Təşəkkür edirəm müsahibəniz üçün. Xoş gəlmişsiniz Azərbaycana. Xoş günlərdə burada olasınız. Çox sağ olun. Mən fürsətdən istifadə edib bu kitabı deməli dərc olunmasında ideya rəhbərlərinə, Fuad müəllim Hüseynzadəyə,
Mehman müəllim Məmmədova, Qasım müəllim Kərimova və o cümlədən bütün İçərişəhər kitabının ərsə gəlməsində əməyi olan bütün bizim müəlliflərə, o cümlədən Sabir müəllim Mənsumova öz təşəkkürümü bildirirəm. Sağ olsunlar, teşekkür ederim, çok sağ olun. Çox sağ olun. Çox sağ olun.